Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov rayon polis idarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü insan hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitə adlı beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya layihəsi üzrə rəhbəri kimi təqdim edib və təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərər çəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla Firdovsi Ələkbərov zərər çəkənlərdən 24.976 manat, 3000 manat və 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərər çəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb. Nəsimi rayonunda yerləşən ofisinə baxış keçirilən zaman təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, 2 dəst general forması və digər maddi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, Firdovsi Ələkbərov zərər çəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb. Faktla bağlı cinayət işi başlanılıb. Xanım Nağıyeva, Əfqan Poladlı, Azərtac. BMT-nin üzvü İnsan Haqları Bürosunun Paris Departamentinin Asiya üzrə layihəsinin hüquq eksperti İsmail Zalov. Beynəlxalq İnsan Haqları Komitəsidir və bu komitənin çox dəyərli Azərbaycanlısı cənab general-mayor Firdovsi müəllim bizimlə əməkdaşlıq edir və üzümüzə gələn mövsümdən bizim bütün hüquqi məsələlərimizi məhz Beynəlxalq İnsan Haqları Komitəsi həll edəcək və inanıram ki, heç bir belə deyim də çıxış yoluna müraciət edən insanın pozulan hüquqlarından ki söhbət gedir, heç birinin nəticəsi mənfi olmayacaq ki, müsbət olacaq. Mən sizə çox inanıram, güvənirəm. Dəyərli bizim cənab general mayorumuz Firdovsi müəllim, çox sağ olun ki, bizə etimad edib bizimlə əməkdaşlığa başlamışsınız. Və bugün Beynəlxalq İnsan Haqlarının eksperti olaraq həmçinin Polisə Dəstək İctimai Birliyinin sədr müavini bizim hörmətli İsmail bəy bizimlə bərabərdir. Çıxış yolu və Polisə Dəstək İctimai Birliyi necə səslər? BMT-nin üzvü İnsan Haqları Bürosunun Azərbaycan üzrə nümayəndəsi, hüquq eksperti polkovnik leytenant İsmail Zalov. Azərbaycan Respublikasının Polisə Dəstək İctimai Birliyinin də sədr müavini. Bugün bizim çıxış yoluna bir dəyərli qonağımız da gəlib, məmnuniyyətlə onu təqdim etmək istəyirəm. Beynəlxalq İnsan Haqları Bürosunun Azərbaycan üzrə nümayəndəliyinin hüquq eksperti, polkovnik leytenant doktor İsmail Zalov. İsmail bəy həmçinin Azərbaycan Respublikası Polisə Dəstək İctimai Birliyinin sədr müavinidir. Xoş gəlmisiniz proqramımıza. Təşəkkür edirəm. Təşəkkür edirəm. Polisə Dəstək İctimai Birliyi adından minnətdaram sizə. Təşəkkür edirəm. Əyləşin. Təşəkkür edirəm. Çıxış yolunun sıraları genişlənir və möhkəmlənir mənim əzizlərim. Bugün Amit bəy də bizim
Bu düz yol değil, düz seçim değil. Vətəndaşda günah var ki, bu dələduzdur da, bu bir virusdur da, bu bir xəstəlikdir də, bu tərgizən deyil. Bu səni alladır. Görürsən ki, alladır. Pulunu alıb deyir ki, gətir qohumumu da, tanışımı da, pul ver, onu da işə düzəl. O vətəndaş da gedir öz qohumunun pulunu gətirir, buna sən allanmışsan olsa, bir daha da gətir buna təzədən bu dələduza pul verirsən. Bilirsiniz nətərdir? Bunlar bir virusdur. Ona görə mən çağırış edirəm ki, vətəndaşlara səslənirəm ki, mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, vətəndaş mövqeyimi bildirirəm, bir hüquq eksperti olaraq mövqeyimi bildirirəm. Zalov İmza TV MMC-nin direktoru kimi bir mövqeyimi bildirirəm ki, insanlar görürsünüz, allanırlar ucuz qiymətə və yaxud da hansısa bir işə pullarını verirlər, bu dələduza qalırlar məruz vəziyyətində, pis vəziyyətində. Ona görə vətəndaşlar özlərini qorumalıdır ki, o insanlara qurban olmasın. Ona görə bir daha da çağırış edirəm, buradan səslənirəm ki, dələduzlara qarşı qurban olmayın, pulunuzu alladırmasınlar. Bilirsiniz, pulunuz allanandan sonra düşürsünüz, hansısa hüquq mühafizə orqanlarının üzərinə ki, kömək eləmirsən mənə, niyə tapın? Bilirsiniz, dələduzdur bu adam. Bu adam dələduz, insan, narkoman kimi bir insan, virus olan bir insandan nə gözləyirsə, o ailə qədri bilərmi? Dövlət qədri bilərmi? Valideyn qədri bilərmi? Allahını tanıyarmı? Xeyr, nə imamını da tanınmaz. Dələduz şəxs heç bir zaman heç bir şey tanımaz. Özünü düşünən və məqsədi odur ki, qarşındakı insanın, dostunun, qohumunu, tanıcını alladaraq pulu ələ keçirsin. Sonra isə vətəndaş zəlil vəziyyətinə qalır. Ona görə buradan səslənirəm ki, bu dələduzlara qurban olmayın.